Atəş, su, hava və torpaq elementləri ənənəvi spiritual və fəlsəfi doktrinlərdə, bəzən insanın bədənində və enerjilərində mövcud olan təbii elementlər kimi qəbul edilir. Bu elementlər xüsusilə Ayurveda, Çin tibbində, Yunan fəlsəfəsində və digər ənənəvi təlimlərdə bədənimizin və ruhumuzun müxtəlif enerji və vəziyyətlərini təmsil edir. İnsan orqanizmində bu elementlər həm fiziki, həm də emosional və ruhi səviyyədə öz əksini tapır. Hər bir elementin bədən və zehin üzərində xüsusi təsiri vardır. Atəş elementi istinin, enerjinin və parıltının simvoludur. Bədənin manipura, yəni günəş, solar plexus çakrasına və ürək çakrasına uyğun gəlir. Həzm sisteminin işləməsi, metabolizm və bədən istiliyini tənzimləməkdə iştirak edir. Cəsarət, güc, motivasiya, ehtiras və tutqunluq ilə əlaqələndirilir. Əgər atəş elementi çox güclü olsa, aqressiya və əsəbilik yarana bilər. Az olduqda isə enerjisizlik və motivasiya çatışmazlığına səbəb ola bilər. Su elementi axıcılığı, elastikliyi və təmizləməyi təmsil edir. Bədənin svadhisthana, yəni sakral çakra və ajna, 3-cü göz çakrasına uyğun gəlir. Hidrasiya, qan dövranı, böyrək funksiyası və bədənin təmizlənməsi ilə əlaqələndirilir. Hisslər, duyğular və əlaqələr ilə əlaqəlidir. Su elementi balanssız olduqda emosional zənginlik və həddindən artıq duyğusal təlatümlər yaşamaq mümkündür. Hava elementi isə hərəkət, dəyişiklik və sərbəstlik ilə əlaqədardır. Bədənin boğaz çakrası və ürək çakrası ilə əlaqələndirilir. Tənəffüs sistemi, qan dövranı, sinir sistemi və beyin fəaliyyətinə təsir edir. Yaradıcı düşüncə, zehni çeviklik və intellektual qabiliyyətlər ilə əlaqələndirilir. Hava elementi çox olduqda qeyri-sabitlik və qərarsızlıq yarana bilər. Çox az olduqda isə əsəbi və zəif zehin inkişafı müşahidə edilə bilər. Torpaq elementi sabitlik, balans və dayanıqlığı təmsil edir. Bədənin muladhara, yəni kök çakrası da əlaqəlidir. Bədənin əsas strukturları ilə əlaqəlidir, xüsusilə sümüklər, dişlər və əzələlər. Torpaq elementi sabitlik və təhlükəsizlik hissini təmsil edir. Həmçinin maddi dünyanın məsələləri ilə əlaqədardır. Balanssızlıq torpaq elementinin az olmasından və ya çox olmasından yaranan həddindən artıq bağlılıq və materializmə əlaqələndirilir. Hər bir insanın bədənində bu elementlər bir-biri ilə qarşılıqlı təsir içində işləyir. Onların düzgün balansı fiziki və emosional sağlamlığı qorumağa kömək edir. Əgər bir elementin çoxluğu və ya çatışmazlığı varsa, bu fiziki və zehni vəziyyətimizdəki qeyri-bərabərliyi və ya xəstəlikləri göstərə bilər. Bəs elementlərin balansını necə təmin etmək olar? Atəş elementinin gücləndirilməsi üçün fiziki fəaliyyət, meditasiya və dərin nəfəs məşqləri ilə mümkündür. Su elementinin gücləndirilməsi, su qəbul etmək, rahatlama və emosional təmizlənmə məşqləri ilə mümkündür. Hava elementinin gücləndirilməsi zehni məşqlər, yaradıcı fəaliyyətlər və açıq havada tez-tez olmaqla gücləndirilir. Torpaq elementinin gücləndirilməsi isə təbiətlə əlaqə, meditasiya və yerə bağlanma ilə mümkündür. Elementlərin balansı pozulduğunda həm fiziki, həm də emosional səviyyədə müxtəlif problemlər ortaya çıxa bilər. Hər bir elementin pozulması insanın həyatında müxtəlif şəkildə təzahür edir və bu müxtəlif çakra və enerji sahələrinə təsir edir. Bu pozulmalar bədənin və zehnin funksiyalarını, duyğusal və ruhi vəziyyəti mənfi şəkildə təsir edə bilər. Atəş elementinin pozulması. Bu element çox güclü olduqda bədənin istilik və enerji balansı pozulur. Bu da müxtəlif fiziki və emosional problemlərə yol açır. Çox olduğu halda bədənin istiliyinin artması, iltihab, baş ağrıları, yüksək qan təzyiqi, həzm problemləri, yuxusuzluq və ya həddindən artıq enerjili olmaq mümkündür. Emosional baxımdan aqressiya, əsəbilik, nəzarətə alınmayan qəzəb, həddindən artıq ehtiras, şiddət, səbirsizlik, səbəbsiz həyəcan və narahatlıq mümkündür.
Zehni olaraq düşüncələrin həddindən artıq sürətlə keçməsi, təmkinli düşüncənin olmaması, düzgün qərar qəbul etməkdə çətinliklər yaşanır. Ateş elementi az olduqda fiziki baxımından soyuq əllər, ayaqlar, metabolizmin yavaşlaması, ümumi yorğunluq, soyuqluğa qarşı həssaslıq, emosional baxımdan motivasiya və həvəsin olmaması, həyat sevgisinin itməsi, passivlik, depressiya, çətinliklə qərar qəbul etmə, zehni fəaliyyət baxımından konsentrasiya çətinliyi, fikir zəifliyi, mənasızlıq hissi, yavaş düşüncə mümkündür. Su elementinin pozulması bədəndə və emosional vəziyyətdə daha çox yıxıcılığın itməsi və ya həddindən artıq duyğusal təlatümlər yaradır. Fiziki baxımından şişkinlik, su tutulması, böyrək problemləri, tərləmə, həddindən artıq soyuqluq və ya soyuq infeksiyalar, emosional baxımdan duyğusal daşımalar, həssaslıq, əsassız qorxu, ümidsizlik, təkrarlanan depressiya halları, həddindən artıq empatiya və ya həssaslıq, zehni fəaliyyət baxımından qarışıqlıq, qərarsızlıq, şuurun bulanması, çox düşünmək, psixoloji təlatümlər yaşamaq mümkündür. Su elementi az olduqda isə fiziki baxımdan hidrasiya çatışmazlığı, dəri quruluğu, qəbizlik, zəif qan dövranı, böyrək və mədə problemləri, emosional vəziyyətdə hissizləşmə, duyğuların bağlanması, sevgisizlik, əlaqələrdə soyuma, soyuqluq hissi, zehni baxımından isə quru düşüncə, empatiya çatışmazlığı, duyğusal iflas, əlaqələrdə və ya həyatın mənasında boşluq hissləri ola bilər. Hava elementinin pozulması düşüncə və hərəkətlərin axıcılığını və çevikliyini balansdan çıxarır. Onun pozulması zehni vəziyyətə və ətrafla əlaqəyə təsir edir. Çox olduqda fiziki baxımdan həddindən artıq narahatlıq, yuxusuzluq, həddindən artıq düşünmə və ya əsəbilik, asanlıqla xəstələnmə, sinir sistemi pozğunluqları, emosional baxımından yüksək gərginlik, narahatlıq, səhv qərarlar, qərarsızlıq, qarmaqarışıq hisslər, təhlükəsizlik hissinin olmaması, zehni baxımından isə zehni dalğalanmalar, diqqətsizlik, çox düşünmək, fokuslanmaqda çətinliklər, dağınıqlıqlar müşahidə oluna bilər. Hava elementinin az olması isə fiziki baxımından hərəkətə keçməkdə çətinlik, tənəffüs problemləri, ağrı və sıxılma hissi, emosional baxımından qərarsızlıq, monoton həyat, yaradıcılıq çatışmazlığı, həyatın məzmununun itməsi, depressiya, zehni baxımından isə intellektual enerjinin azlığı, zəif diqqət, düşüncə proseslərində yavaşlıq müşahidə olunur. Torpaq elementinin pozulması hallarında sabitlik, təhlükəsizlik və bağlanma hisslərinə təsir edir. Balanssızlıq torpaq elementində həm bədəndə, həm də psixoloji olaraq qeyri-sabitliyə səbəb ola bilir. Çox olduqda fiziki baxımından çəki artımı, enerji çatışmazlığı, hərəkətsizlik, ağırlıq hissi, yavaş hərəkət etmə, bədənin çox sərt olması, emosional baxımından zəiflik, həddindən artıq bağlılıq, qorxu, maddi şeylərə həddindən artıq asılılıq, həddindən artıq sabitlik və dəyişiklikdən qorxma, zehni baxımından isə zehni zəiflik, qeyri-yaradıcı düşüncə, monoton həyat və dəyişiklikdən qaçma kimi hallar müşahidə oluna bilər. Torpaq elementinin az olması hallarında fiziki cəhətdən zəiflik, əzələlərdə çatışmazlıq, qorunmazlıq hissi, davamlı xəstəliklərə meyillilik, emosional baxımından təhlükəsizlik və sabitlik hissinin olmaması, emosional qeyri-sabitlik, stres, narahatlılıq, zehni baxımından dağınıqlıq, qeyri-sabitlik hissi, gələcək haqqında qorxu, hərəkətsiz qalma kimi hallar müşahidə oluna bilər.
Balanssız elementlər bədənin enerjisində pozulmalara və müxtəlif xəstəliklərə yol aça bilər. Bunun qarşısını almaq üçün meditasiya, yoga, nəfəs məşqləri, sağlam qidalanma və digər enerji balanslaşdırıcı təcrübələrdən istifadə etmək faydalıdır. Hər bir elementin balansını saxlamaq üçün isə təbiətlə əlaqə qurmaq çox vacibdir. Həyat alma-vermə balansı üzərində qurulub. Balansı qorusan, yeni karma yaratmazsan və yolun daha aydın olar. Əgər bu mövzu sənə dəyər qatdısa, kanala abunə ol, videonu bəyən və dostlarınla paylaş. Sənin dəstəyin bizim işığı daha çox insana çatdırır.